Deməli, mezolit dövrü, erkən tunc dövrü, neolit dövrü, ilk əkinçilik vərdişlərin yaranmasına vaxtı. Mezolit dövrü. Bu aiddir biri A variantı. İstehsal təsərrüfatının mövcud olması mezolit dövründə yaranıbsa, neolitə, erkən tunca aid olacaq. Deməli, bu oxşarlıqdır. Homo sapiens adlı insan tipi üst paleotda yaranıb, mezolit dövründə, erkən tunc dövründə, neolit dövründə hamısını görüb. Bu da oxşarlıqdır. Daş alətlərin cizalanması, deşilməsi bu neolit dövrünə aiddir. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi, yəni bu da erkən tunca, yəni ata xaqanlığın yaranması. Deməli, burada düzgün cavab 1-ə A, 2-yə Y, 3-ə D, 4-ə B-dir. Doğru cavab C variantı.